Salam, mən Rauf Kazımov, həkim uroloq. Bugünkü mövzumuz cinsi həyatın olmamasının kişi orqanizminə olan zərərləri barəsindədir. Mən bu zərərləri bəndlər halında yazmışam, bir-bir bu bəndləri təhlil edək. Birinci bənd, seks yoxdursa stres var. Bu nə deməkdir? Cinsi həyatın olmaması fonunda qanda stres hormonu, kortizolun miqdarı artır. Kortizol endorfinlə tərs mütənasibdir. Endorfin orqanizmə sakitləşdirici, əhval-ruhiyyəni yaxşılaşdırıcı təsir göstərir. Deməli, seksin olmaması fonunda, kortizolun artması fonunda endorfin aşağı düşürsə, deməli, orqanizmin əhval-ruhiyyəsi pozulur və o qıcığa qarşı çox həssas olur. Adi bir qıcıqlar onu özündən çıxarda bilir. Növbəti punkt. Seks yoxdursa, iş qabiliyyəti aşağı düşür. Niyə bu belə olur? Bilirik ki, cinsi həyat yaşayan hər bir insan səbirli olur. Başladığı işi sona çatdırmağa səbri onun yetir. Digər tərəfdən, o iş görmək bacarığında yüksək səviyyə göstərir. Yəni, onun produktiv qabiliyyəti yüksək olur. Digər tərəfdən, cinsi həyat yaşama fonunda insan istirahət edərsə, o orqanizminin yorğunluğunu tam bərpa edə bilir. Ancaq cinsi həyatın olmaması fonunda o istirahət zamanı yorğunluğunu tam bərpa edə bilmir və buna görə də onun iş qabiliyyəti aşağı düşür. Digər maddə, seks yoxdursa, potensiya da yoxdur. Bu nə deməkdir? Seksin olmaması uzun müddət ərzində erektil disfunksiyaya gətirib çıxarır. Yəni, ereksiya funksiyasını da pozur. Hətta araşdırmalar göstərir ki, uzun müddət cinsi həyat yaşamama fonunda xayalarda trafik dəyişikliklər gedə bilər və xayanın ölçüsü kiçilə bilər. Növbəti maddə, seks yoxdursa immunitet pisləşir. Bu niyə belə olur? Araşdırmalar göstərir ki, cinsi həyat aktiv yaşayan insanların, məsəl üçün, ağız suyunda antitellər, yəni xəstəliyə qarşı mübarizə edən immun cisimlər yüksək səviyyədə olur. Ancaq cinsi həyatı yaşamayan insanlarda bu antitellər aşağı düşür deyə onların infeksion xəstəliklərə qarşı həssaslığı yüksək olur və asanlıqla infeksion xəstəliklərə yoluxa bilirlər. Və nəhayət, sonuncu maddə, seks yoxdursa, xəstəlik də çoxdur. Burada söhbət infeksion xəstəlikdən getmir. Məsəl üçün, cinsi həyatın olmaması fonunda prostat vəzdə durğunluq yaranır, durğunluq prostatiti. Uzun müddət orqanizmdən spermanın, eyakulyatın çıxarılmaması fonunda eyakulyatın orqanizmdə qalması, uzun müddətli orqanizmə təsir göstərməsi prostat seyirinin əmələ gəlməsində etioloji faktor kimi ola bilər.